أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصمه. صدق الله العلي العظيم. Allah Təbarəkə və Teala ibadətlərimizi qəbul eləsin inşallah. Orucumuzu, namazımızı qəbul eləsin inşallah. Bizi bu ayın bağışlanmışlarından qərar versin və bu ayda ki, mümin bəndələrinə gözəl nəsiblər vədə veribdi, nemətlər vədə veribdi, bizlərə də onlardan pay ayırsın inşallah. Bugünkü günün duası: Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme erzugni fihi zihne ve tenbihe ve ba'idni fihi mines sefahati ve temvih. واجعل لي نصيبا من كل خير تنزل فيه بجودك ya ecvedel ecvedin. Bugünkü duada istəyirsən Allahdan ki, ey mənim Rəbbim, bugün də mənə zehin və ayıqlıq ruzi etkinən və uzaq eləginən məndən ağılsızlığı və səfehliyi. Pərverdigara, hər bir xeyri ki sən bugün də nazil edirsən, ondan mənə pay ayırginan, ondan mənə hissə ayırginan. Ey səxavətlilərin ən səxavətlisi, and verirəm səni səxavətivə. Bu gecənin 8 rəkət namazı vardı. Hər rəkətində bir həmd, 20 mərtəbə Qədr surəsi oxunar inşallah. Salavat zikr eləyək. Bəli, Ramazan el-mübarək ayıdır. Biraz əvvəlləri çətin olar, sonra insan öyrəşir. Elə görürsən ki, elə bilir ki, elə həmişə belə olmalıdır. Yəni artıq daha müqəddəsləşir insan. O cür nə olur ki, insan müqəddəs olur. Bir də bir nə var axı? Sən başqa günahları ki eləmirdin. Sənin fəqət burada tərk elədiyin bir-iki dənə həlal şey var da, o da yemək, içməkdir, filandır, bunlardır. Bunlardan başqa bir şey ki, sən tərk eləməmsən, ona görə bədən elə çox da sən deyən bir başqa bir şeylərlə məruz qalmır.
Bu ayda dua eləməklik çox gözəldir. Allah təbarəkə və təala hətta Qur'an-ı Kərimdə bu ayələri ki nazil eləyibdir Ramazan ayı haqqında, onların vəsətində dua ayəsini də nə edibdir? Nazil edibdir. Bu özü bir işarədir ki, bu ayda dua eləyərlər. Ağa Resulullah sallallahu aleyhi və səlləmin xutbələrindən birində də elə biz nə etdik? Onu öyrəndik ki, Həzrət Resul Əkrəm sallallahu aleyhi və səlləm buyurdu ki, namaz vaxtları əllərimizi qaldırın Allah dərgahına. Ondan bağışlanmaqlığımızı və istiğfar eləyin, dualarımızın qəbul olmaqlığını. Çünki o bir zamandır ki, Allah Teala öz izzət-i cəlalına and içibdi ki, bir bəndənin sözünü orada cavabsız qoymasın. Çünki ən gözəl, ən qiymətli dəqiqələr də Allah Teala'nın dərgahında namaz vaxtları. Bunu Peyğəmbərimiz buyurur ki, dua eləyin, istəyin Allah Teala'dan bağışlanmaqlığınızı. Ki, həqiqətən də elədir. Əgər bir nəfər insan Ramazan ayında özünü bağışlada bilməsə, həqiqətən çətindir onun işi. Çox çətindir. Bir günləri məşhur hədisdir, mən də dəfələrlə elə sizin üçün demişəm onu. Bir günləri Ağa Resulullah ki, Mədinəyə hicrət eləyəndən sonra o məscidi bina eləmişdilər. Ağa Resulullah dayanardı orada ayaq üstündə, cəmaat üçün mövizə eləyərdi. Və ayaq üstə dayandığı halda, çün ağır idi onun üçün, təkyə eləyərdi bir xurma ağacı var idi. Xurma ağacının yəni qurumuşundan bir məscidə, bir divarına bir söykətmişdilər beləsinə, Həzrət ona söykənərdi, elə oradan danışardı. Cənab Cəbrail nazil oldu, ərz elədi ki, Allah Teala buyurur ki, bir mənbər sifariş eləsin, düzətdirsin. Həzrət də orada buyurdu, oradakı möminlərə, möminlər bir mənbər düzətdilər, 3 pillədən ibarət idi mənbər. Ki, Həzrət o mənbərdə əyləşsin və söhbət eləsin. Cümə yetişdi, mənbəri gətirib gəldilər. Cümə yetişdi, Ağa Resulullah sallallahu aleyhi və səlləm indi söhbət eləmək istəyir. Elə ki, öz mihrabından ayrıldı, istədi yaxınlaşsın mənbərə. O ağac ki ona söykənərdi, oradan bir fəryad səsi gəldi. Hətta rivayətdə yazır ki, elə bir fəryadı ki, dəvəni öz balasından ayıranda necə fəryad eləyər. Elə bir fəryad çəkdi ki, hamı eşitdi. O ağacın fəryadı ondan ötürü idi ki, həmişə Resulullah mənə söykənərdi, mənim üçün iftixar idi, fəxr idi. İndi artıq daha Resulullah mənbərə gedir, mənə söykənməyəcək. Ona görə o naləni, o ağac çəkdi. Bilaxır, Həzrət Resul Əkrəm sallallahu aleyhi və səlləm gəlib yaxınlaşdı mənbərə, elə ayağını birinci pilləyə qoydu, Həzrət dedi amin. İkinci pilləyə qoydu, yenə dedi amin. Üçüncü pilləyə qoydu, yenə dedi amin. Amin həmişə bir duanın müqabilində olar, ya bir nifrinin müqabilində olar. Amin, yəni ilahi qəbul eləginən, bu deməkdir. Cəmaat məəttəl qaldılar, amma çox keçmədi ki, Həzrət onları nigaran qoymadı. Cənab Cəbrail, Həzrət ayağını pilləyə qoyanda, mənbərə çıxanda, Cənab Cəbrail fəryad elədi ki, Pərverdiyara, ağ valideynləri bağışlama. O adam ki, ağ valideyndir. Atasının, anasının üzünə qayıda. Ya qayıtmaya, atası, anası dünyadan gedib onların qəbrin ziyarət eləməyə. Ya misal üçün, gedib ziyarət eləməyə yox, heç yadına düşməyə, onlar üçün bir Yasindən, bir Səlavatdan bir şey eləməyə. Bu adam ağ valideyndir. Bəs Cənab Cəbrail çox mühüm bir duadır, çox mühüm bir məqamdır. Peyğəmbər üçün ilk dəfə mənbər düzəlir, Peyğəmbər qədəmin qoyur və orada da
Cənab Cəbrail nifrin eləyir ki, ilahi ağ valideyni bağışlama. Həzrət də Rəsul-i Əkrəm də deyir, amin. İlahi qəbul eləginən ağ valideyni bağışlama. Salavat zikr eləyək. Məndə dua məqamıdır, elə dua zamanıdır. Pərverdiyara bizi ağ valideyn etmə. Qoyma bizi ki, ağ valideyn olaq. Bizi bir valideynlərdən qərar verginən. İkincisi, Rəsul-i Əkrəm buyurdu ki, Cənab Cəbrail fəryad eləyib, nalə elədi ki, Pərverdiyara o adamı ki, Ramazan ayı daxil ola, Ramazan-əl mübarək gəlib onun üstündən keçə və özünü bağışlatmaya, Pərverdigara onu bağışlama. Peyğəmbər də dedi ki, amin. Gör, nə bir sözdür. İndi Ramazan ayı gəlib keçib gedə, elə insan haman ola, olmaz ki, insan gərək bir az dua eləsin. Özü də məxsusən namaz vaxtları ki, Peyğəmbərimiz sifariş eləyibdi. Peyğəmbərimiz buyurdu ki, namaz vaxtları dua eləyin. Bu azan deyir, hacı burada azan deyir, Allah canını salamat eləsin, Allah ağamı əmini salamat eləsin, ona şifa versin. Bəli, hacı burada azan deyir, görürsən bəziləri 2-1, 3-1 söhbət eləyirlər. Dua eləginən dua məqamıdır. O söhbəti yarım saat sonra da eləyərsən, həmişə eləyirsən o söhbəti. Ondan nə fayda aparmısan sən? Dua eləginən, əlləri qaldır Allah dərgahına, deginən ilahi və Rəbbi, məni və ata-anamı bağışlayınan. Keç bizim üçün, bizi Ramazan ayının bağışlanmışlarından qərar ver. Bu duanı eləginən sən, istəginən Allah Teala'dan. Bəs Ağa Rəsulullah buyurur ki, Cənab Cəbrail ərz elədi ki, ilahi və Rəbbi, Ramazan-əl mübarək ayı gəlib keçə, özünü bağışlatmaya, o adamı bağışlama ginan. İmam-ı Baqir'dən bir hədisimiz vardı ki, Həzrət buyurur ki, hər kəs Ramazan-əl mübarək ayında özünü bağışlada bilməyə, il boyu özünü bağışlada bilməz. Sonra nə eləyir eləsin? Məgər ki, ərəfəni dərk eləyə. Məgər ərəfə gününü dərk eləyə. Misal üçün, gedə ərəfə günündə ola Ərəfatda. O nisfi gün ki var, yarım gün zöhrdən məğribə qədər çox mühüm bir gündür. Çox mühüm bir gündür. Hacılar görürsən, orada giləy-güzar eləyirlər, yatırlar, nə bilim nə. Amma o gün, o dəqiqələr bir Ramazan ayına bərabərdir. Məxsusən o dəqiqələri, o anları keçirəsən sən İmam Rıza əleyhissalamın hərəmində. Məxsusən keçirəsən İmam Hüseyin əleyhissalamın hərəmində ki, vardır rivayətdə Allah təbarəkə və təala ərəfə günündə əvvəl nəzər eləyər ağa İmam Hüseynin züvvarına, onları bağışlayar, sonra nəzər-i mərhəmətin salar Ərəfat çölünə, onları sonra bağışlayar. Bəs İmam Hüseyin əleyhissalamın ziyarətində olasan o günü, səlavat zikr eləyək. Üçüncü də ki, məlumdur, Ağa Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu ki, ilahi və Rəbbi, Cənab Cəbrail ərz elədi ki, ilahi və Rəbbi, o adamı ki, sənin Həbibün, Rəsulullah, Muhammed el-Mustafa sallallahu aleyhi və səlləmin mübarək adı zikr oluna onun yanında, ona səlavat göndərməyə, onu bağışlama. Mən də dedim amin. Peyğəmbər də dedi amin. Bəli. Və belədir. Peyğəmbərin mübarək adı zikr olunur, gərək səlavat zikr eləyəsən. Peyğəmbərin adının ləqablərindən hansı biri zikr olundu, gərək səlavat zikr eləyəsən. Hətta namazda belə, hətta vacibi namazdır.
vacibi namaz qılırsan, misal üçün həmd oxuyursan, gəlib yetişmisən bura, İyyâke na'budu, gördüm biri dedi ki, Muhammed sallallahu aleyhi ve sellem, İyyâke na'budu demisən, saxla, deginən Allahümme salli ala Muhammedin ve ali Muhammed ve İyyâke nesta'in. Deginən, bu cür nə deginən? Orada saxla, rükudasan saxla, ağanın zikrini de, salavatı de, sonra salavatın namazının ardını davam elətdir yine. Salavat zikr eləyək. İmam-ı Baqir aleyhisselamdan rivayette var, Muhammed ibn Müslim nəql eləyir. Rivayət Vəsail-ü Şiə kitabındadır. Ağa buyurur ki, İnne lillahi tebareke ve teala melaiketun. Allah tebareke ve teala'nın bir iddə mələkləri vardı ki, onlar məxsus, müvəkkəl olublar oruç tutanlardan ötürü. Allah Teala mələklər yaradıbdır, cürə mələklər yaradıbdır. Yerin mələyi var, göyün mələyi var, havanın mələyi var. Hər bir şeyin özünün bir mələyi vardır. Elə sadəcə olaraq sənin sağında, solunda bir mələk var. Onlar sənin axşama qədər etdiyin əməlləri qeydiyyat eləyirlər. Kiramel katibin. Onlar katibdirlər, yazırlar. Rəqib və ətid. Onlar yazırlar, sənin əməllərini yazırlar. Bir dənə hafiz mələk vardı sənin başının üstündə. Onlar görürsən, onun işi səni namaza oyadar, filan eləyər, filan eləyər. Bu cür nə, hifz eləyər səni, həvadisdən hifz eləyər, qoruyar səni. Elə belə deyil ki, sən öz başına gəzirsən. Bəli, mələklər çoxdur. Allah Tebareke ve Teala bir iddə mələk yaradıbdı. O mələklər müvəkkəldirlər, fəqət işləri bundan ötürüdür ki, Ramazan ayında oruç tutanlardan ötürü istiğfar eləsinlər. İşləri budur ancaq. Kim Ramazan ayında oruç tutub, ondan ötürü istiğfar eləyənlər. Melaiketun muvekkiline bis-saimine yestağfirun lehum fi kulli yevmin min şehri Ramazan ila ahirihi. Ramazanın əvvəlindən ta axırına qədər istiğfar eder onlardan ötürü o mələklər. Birincisi budur ki, sənin bax yatmağın ibadət. Yatmağın ibadət. Çəkdiyin nəfəs təsbih savabı daşıyır. Bax, nəfəs alırsan, verirsən, ha, bu havanı ki aldın və qaytardın, sənin üçün Sübhanəllah yazılır. Çün oruç tutmusan. Və ondan əlavə zikirlərin nəsə qət artığına sənə verilir və Allah ziyafətindəsən, Allah qonaqlığasındasan, Allah Təbarəkə və Teala'nın huzur-i mübarəkindəsən, səhərdən axşama qədər çün sən oruçsan, ondan əlavə mələikələr səndən ötürü istiğfar eləyirlər. Səhərdən axşama qədər, axşamdan səhərə qədər, Ramazan el-mübarək ayının əvvəlindən ta axırına qədər yunadun es-saiminə kullə leylətin ində iftarihim. Elə ki iftar vaxtı gəldi, yetişdi, iftar vaxtında o mələklər o saimləri çağırarlar. Saim yəni oruç tutan. O oruç tutanları çağırarlar, deyərlər: Əbşiru ibadəllah, müjdə olsun sizə ey Allahın bəndələri. Fəqət cu'tum qalila, bir az miqdarda siz ac qaldınız. Az miqdarda ac qalmısınız siz. Və sətəşbə'unə kəsira, və çox siz tox olacaqsınız, doyacaqsınız, çoxlu doyacaqsınız. Nə vaxt? Bax, insan, Allah insanı nə cürə yaradıbdır? İnsanın
qaidəsi budur, xasiyyəti, təbiəti bundan asılıdır ki, insan yesin və içsin. İnsan yeməsə, içməsə, bir gün, 2 gün ölüb çıxıb gedər. Allah Teala insanı, yaşayışını bərqərar eləyibdir, neçə şeyin üzərində, biri də yeməyi, içməyidir, havasıdır. İndiki belənçinə yaradıbdır Allah Teala, qiyamətin günündə deyirlər ki, ayə deyir ki, 1000 il olacaq, 50.000 il olacaq bir gün, elə deyil. Bu 50.000 il sən görün bir gün səhərdən axşamaycan, axşam görürsən, halsız olursan. Sən səhərdən axşama qədər 50.000 il sən durub, orada yeməksiz, içməksiz ki, olmaz. Axı, bizim xasiyyətimiz budur. Biz qəbirdən mələk ki, qalxmayacaq ki, yeyib içməyək. Biz orada yemək lazım olacaq bizə, orada bizə su lazım olacaq, orada bizə çörək lazım olacaq. Amma daha orada dükan olmayacaq, mağazin olmayacaq, nə bilim, filan olmayacaq ki, pul olmayacaq ki, gedəsən çörək bişirən olmayacaq ki, gedib çörək alasan. Və nəylə yeyəcəksən sən? Hardan yeyəcəksən sən? Bəli, o qiyamətin günündə saimlərə Allah təbarəkə və təala öz nemətlərindən, behiş nemətlərindən əta eləyəcək. Elə möminlərin hamısına əta eləyəcək. Amma onlar ki, fasiqdirlər, onlar da yaşaya bilməzlər ki. Bir adam ki, fasiqdir, heç bu, sən gənə də dözürsən axşama qədər, o heç görürsən, dözə də bilmir. Orucluq çatanda mədəsi yazıb olubdur, xəbərim var. Böyrəkləri atqaz eləyibdir bu adamın, indi belədir. Bu adam indi bu orucluqda dözə bilmir, bu dünya. O dünyada necə dözəcək? Dözə bilməz ki. Dözə bilməz. İndi bu insan, ona verəcəklər gıslin. Təaumin gıslin. Su verəcəklər ona min hamim, hamimdən olacaq. La baridim və la kərim. Nə soyuq olacaq, nə nuş olacaq. Hamimdən bir dənə su verəcəklər ona, o hamimdən olan suyu içəcək. İçdikcə suzuyacaq. Hey içdikcən o şor su olaraq, görərsən insan şor suyu içəndə nə olar? Biraz da susuzluq gətirər də, elə deyir. İçər, qarnı köpər insanın. Bu da içəcək, doymayacaq. İçəcək, doymayacaq. Nə qədər də istəsə verəcəklər ona. Sonra gıslin verəcəklər, xorayı olacaq gıslindən. Zəqqumdan olacaq xorayı. Zəqqum, bunlar Quran ayəsidir. Verəcəklər ona zəqqumu, deyəcəklər ye. Zəqqum bir ağacdır, cəhənnəmdə bitir. Bir ağacdır, cəhənnəmin dərinliklərində bitir. Onun yeməyi zəqqumdur, meyvəsi zəqqumdur, qətiran kimi bir şeydir. Elə ki, onun acdı axı, ölür acından, məcbur olub onu yiyəcək. Yeyəndə yandıracaq boğazını, içalatını yandıracaq, o yanğın gedib onun dübüründən çıxacaq. Od onun dübüründən çıxacaq, bütün içalatın yandıracaq. İndi gəlsin, olsun insan fasik, geçsin satsın şərabı, geçsin açsın qumarxananı. Mən də nə qədər varam, ömrüm var, mən deyəcəyəm ki, Allah lənət eləsin. Allah lənət eləsin və möminlər də lənət eləsinlər ki, o adam ki, gedir şərab satır müsəlman vilayətində. Müsəlman vilayətində şərab satır. Müsəlman vilayətində Maştağada ki, mənbəi fiqhi İslamdır bizim aləm üçün, Azərbaycan üçün. İslamın mənbəi sayılan bir yerdir. Burada qumarxana açır. Allah təpəsinə yıxsın onun inşallah. Bəs haman o mələklər deyərlər, əbşiru ibadəllah, ey Allahın bəndələri, müjdə olsun sizə, fəqəd cu'tum qalila,
az bir miqdarda ac oldunuz siz. 15-16 saatdir da sizin aclığınız. Və sətəşbəunə kəsira. Amma çox da siz nə olacaqsınız? Doyacaqsınız gözəl nemətlərdən. Allahın nurundan, orada nur təs'a beyni əydihim. Onların aralarından nurlar keçəcək o tərəfə, bu tərəfə. O xarab adamlar deyəcəklər ki, deyin, dayanın, bir az o nurumuzdan bizə verin. Deyəcək onlara ki, gedin nuru dünyadan götürün. Bunlar özləri ilə dünyadan getiriblər. Qiyamətin günündə zamanı ki, ərəsat-ı məhşər oldu, oruç tutanlar ki, oturublar, görəcəklər gözəl simalı, 14 gecəli ay kimi bir nəfər gəldi, uca qamətli. Bir məqamdadır ki, hamı görür onu. Nuri məğriblə məşriqi tutubdu. Deyər, eynə rəcəbiyyun, hanı rəcəblilər? Bir iddə insanlar qalxarlar ayağa ki, bizi rəcəblilər, bizi rəcəb ayında oruç tutanlar. Onları haman o kəs, onları şəfaət eləyəcək, o rəcəb ayıdır. Sonra görəcəklər, ondan da bir gözəli gəldi, ondan da nuranisi gəldi. Eynə şəbaniyyun, hanı Şəban ayında oruç tutanlar? Görəcəksən, bir iddə qalxdılar ayağa ki, bizi şəbaniyyun, onları şəfaət eləyəcək. Subhanallah, bunlar ikisi kənara, bir gözəl gələcək, bir aləm olacaq ki, bir nuraniyyət olacaq ki, Allah təbarəkə və təalanın öz bəndələrinə məxsusi mərhəməti ki vardır, Ramazan ayını yaradıbdı, o gələcək qiyamətin günündə. Eynə Ramazaniyyun, eynə ibadəllah, eynə s-saiminə fi hazə şəhr. Bəli, bir iddə insanlar qalxacaq, onları dəvət eləyəcəklər. Hara? Allah ziyafətinə, Allah qonaqlığasına dəvət eləyəcəklər ki, dünyada siz Allahın çağırışını qəbul elədiniz, indi buyurun, gəlin Allah ziyafətinə. Buriktum və burikə fikum. Siz mübarək oldunuz bu ayda, hörmətli oldunuz, ehtiramlı oldunuz bu ayda. Allahın dəvətini qəbul elədiniz, oruç tuttunuz. Allahın evində bir miqdar vaxtınızı keçirdiniz, sərf elədiniz. Bəs buriktum, mübarək oldunuz siz, Allahın qonağı oldunuz. Adımız Allahın qonaqlarının cərgəsində yazıldı. Və burikə fikum. Və Ramazan ayı da mübarək oldu sizdən ötürü, bərəkətli oldu. Bax gör, başqa vaxtda beləsinə bir iftar süfrəsi aça bilərsən evində. Amma görürsən ki, nə cürə, heç onlar üçün çalışdın sən, ondan 5 qat artığını çalışdın, o cür nə süfrə aça bilməzsən sən Ramazandan qeyri günlərdə. Amma necə oldu? Bərəkətli oldu. Bərəkətin elə biri budur ki, Allah səni bağışladı, günahlarından keçdi. Hətta İzâ kâne âxirə leylətin min şəhri Ramazan. Elə ki, Ramazan ayının axırıncı gecəsi gəldi, yetişdi, naduhum. O mələklər onları çağırarlar. Əbşiru ibadəllah. Ey Allahın bəndələri, müjdə olsun sizə. Fəqəd qəfərəllahu ləkum zunubəkum. Ki Allah Teala sizin günahlarınızı bağışladı, hamısını. Və qabilə tövbətukum, və sizin tövbələrinizi qəbul elədi Allah Teala. Fənzuru keyfə təkunun fîmâ təstənifun. Siz baxın ki, bu gündən sonra siz necə başlayacaqsınız? Həyatınızı yenidən başlayacaqsınız ki, Ramazan-əl-Mübarəkdən sonra həyatınızı necə başlayacaqsınız? Bax, budur Ramazan-əl-Mübarək ayı. Budur bu gözəl ay. Allah təbarəkə və təala bizlərin, ata-anamızın günahından əfv qələm çəksin.
Allah Tebareke ve Teala namazımızı, Kur'anımızı, tilavetimizi, dualarımızı, zikirlerimizi bizden kabul eləsin inşallah. Allah Tebareke ve Teala bu orucluk ayında oruç tutan yaşlılarımıza, körpelerimizə, balalarımıza rəhm eləsin inşallah. Onlar üçün sərinlik eləsin. Allah Tebareke ve Teala cavanlarımız ki Allah'ın qorxusundan oruç tuturlar. Allah Tebareke ve Teala şeytanı onlara bir də müsəllət eləməsin.